Mənə elə bir söz yaz ki, mən onu cümlənin istənilən yerində böyük hərflə yaza bilim. Kamil. Aha. Kamil. Sonra Burada nəyə yanlışlıq verdin? Harada yanlışlığımız var? Kamili nə ilə yazmalıyıq? Böyük hərfini, ilk hərfini. Afərin, böyük hərflə. Sonra istənilən yerdə hansı söz böyük hərflə yaza bilərəm? Aynur. Afərin. Deməli biz buradan hansı nəticəyə gəlirik? Şəxs adları, insan adları cümlənin istənilən yerində. Böyüklə yazılır. Afərin. Bəs mən elə bir söz yaz ki mənə, mən onu elə cümlədə böyüklə yaza bilim, elə cümlədə kiçik hərflə yazım. Məsələn. Lalə. Aha. Bəs lalə sözünü hansı cümlədə böyük hərflə yazarıq? Mənə elə bir cümlə işlət. Lalə dərsə getdi. Aha. Bəs hansı cümlədə kiçiklə yazaram? Lalə gülləri qıpqırmızıdır. Afərin. Deməli biz belə nəticəyə gəldik ki, ümumi isimlər, yəni ümumi isimlər cümlənin bəzi yerlərində biz onu böyüklə yaza bilərik, bəzi yerlərində isə kiçiklə yaza bilərik. Biz bunu nədən başa düşürük? Cümlədəki mənasından. Aydındır, yetərlidir, əyləşə bilərsiniz.